Belə, amma bunun qıraqları gümüşüdür deyə istəyirəm ki, gümüş aksesuarlar taxım. Mənim kuryerim. Səmuş, müsahibə video paylaşma günü video çəkmək. Əslində olan 2 dəqiqə və mənə döyüb. İndirimlər var. Dedim bir baş çəkim görüm, bəlkə ehtiyacım olan hər hansı bir məhsul ağlıma gələr. Tam bu şəkildə açılanda da belə olur, sarıdır. Hamıya salam. Günün hansı saatda məni hardan izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Yeni bir vlog başladıram sizin üçün. Bu gün bazar günüdür və mən Sənubərciyə gedirəm. İndi hazırlaşıram. Deməli, bu Trendyoldan aldığım jaketi geyindim. Bunu çox bəyənirəm. Düzdür, çox adamla görmüşəm artıq, amma yenə də sevgim bitmir ki, bitmir. Yəni çox bəyənərək geyinirəm. İsti də saxlayır. Belə, amma bunun qıraqları gümüşüdür deyə istəyirəm ki, gümüş aksesuarlar taxım. Saçımı belə yığdım. Düzü saçım təmizdir, amma bu gün çiməcəm. İstədim ki, belə yığım. Həm də ki, bu biraz belə buraları fərqlidir deyə istəyirəm ki, belə yığılı olsun tam. Sənubərin ürəyinə sushi düşüb çoxdandır. Ona görə istədim ki, ona sürpriz sushi aparım. Ona demişəm ki, əslində sənə qara dolma gətirəcəm. Amma aldatmışam başını ki, yemək hazırlamasın. Bu seti götürəcəm. Giro'nun sushilərini çox sevirəm və mütləq şəkildə hamıya da tövsiyə edirəm. İnqridiyentləri də çox təmiz və təzədir. Bu sushi setini çox sevirəm. 2 nəfərə görə məncə idealdır. 34 dənə hətta bizə çoxdur, amma yenə də olsun. Çünki daha az sayda olanda 3 növ olur. Ona görə də 4 növ olmağı daha yaxşıdır. Belə, Giro bizim evə yaxındır. Əcəmi Naxçıvani tərəfdə yerləşir. Çatdırılma nöqtələri. Ona görə də bizim ünvanımıza pulsuz çatdırırlar. 35-40 dəqiqəyə də hazır olacaq. Gedim ona qədər də mən də hazırlaşım. Sonra isə düşüb sushini götürüb oradan da birbaşa Sənubərcilə. İnanırsınız, bayaqdan iPhone yaddaşı neçə dolub, mən video dayanıb deyə silməli olmuşam, təkrar başlatmalı olmuşam. iPhone-un yaddaşı məndə 128-dir, amma heç özün 128-lik kimi aparmır. Elə çox şey də yoxdur, inanırsınız, o qədər proqramlar silmişəm, şəkil də dəhşət çox deyil, amma yenə də yer doludur. Bilmirəm nəyə görədir. Dodaqlarımı Fruidia'nın bu bal formalı olan dodaq nəmləndiricisi ilə nəmləndirirəm. Çox bəyənirəm. Biraz mentol kimidir, yandırır, amma həm də qırmızılıq verir deyə bəyənirəm. Axşam elə onunla nəmləndirirsən. Üzümü isə Kremkonun bu nəmləndiricisi ilə nəmləndirirəm. Yağlı dərilər çox bəyənər, çünki su bazlıdır. Ona görə də mən çox bəyənirəm. Belə, indi biraz üzümüzü rəngləndirək, səpkilərimizi bağlayaq. Əslində mən Sənubərciyə gedəndə adətən makyaj eləmirəm, çünki Adellə oynayıram, onu öpürəm, qucaqlayıram. Makyaj, baxmayın da, uşağa məncə ziyandır. Amma indi axşam həm də şəhərə çıxacam deyə məcbur makyaj eləməliyəm. Belə. Bu arada makyaja aid nəsə video istəsəz, onu da çəkərəm. Amma indi təəssüf ki, tələsirəm. Ona görə bütün makyaj məhsullarını falan göstərə bilmirəm, amma yenə də videoda sizə maraqlı gəlsə yazarsınız. Mütləq şəkildə sizə göstərərəm. Hətta mən istəyərəm ki, bir gün sırf belə söhbətli, sual-cavablı bir makyaj videosu da çəkək. Deyə bilmərəm ki, möhtəşəm makyaj edirəm, amma özümə görə eləyirəm də, en azından öz cizgilərimi tanıdığımı və özümə uyğun olanı elədiyimi düşünürəm. Belə. Ümumiyyətlə, qızlar, siz hər gün makyaj eləyirsiniz, yoxsa necə? Ümumiyyətlə, mənə maraqlıdır ki, məni izləyən kütlənin nə qədər faizi işləyir, nə qədər faizi evdar xanımdır, nə qədər tələbədir. Bunlar mənə çox maraqlıdır. Mütləq şəkildə siz də yazın, qeyd edin rəylərdə. Mən baxım görüm, hansı ümumiyyətlə kütlə məndə daha çoxdur. Mənə maraqlıdır. Bəlkə həmin kütləyə aid videoları daha da artıraram. Düzdür, bu dəyişir, elə bilirəm zamanla, amma yenə də bir də ümumiyyətlə çəkməyimi istədiyiniz hər hansı bir videolar varsa, istənilən vlogumun altına yaza bilərsiniz. Mənə də xoş olar ki, sizə bəyənəcəyiniz videolar çəkim. Çünki indi mən maksimum maraqlı, həyatımdan maraqlı olan kadrları çəkməyə çalışıram. İstəyirəm ki, yəni siz baxanda sıxılmayasınız, sizə maraqlı gəlsin. Yüngülvari makyaj dedik, amma hər şeydən istifadə elədik. Bu transparan pudra Fiskal formulanındır, amma heç bəyənmədim.
aspiron, spundu yoxsa aspirundu tam olaraq xərə bir şey deyir onun adına. Amma məncə spundu və həmin pudra mənim daha çox xoşuma gəlir. Yəni o daha yaxşı sabitləyir, daha yaxşı belə hopur. Amma bu çox tozdur. Bunu istifadə edəndə belə bütün makyaj masam toz olur. Amma Fiskal Formulanın bronzerını çox bəyənirəm. Budur məndə. Şəlalə mənə deyib ki, makyaja aid də video çək. Mənə maraqlıdır, sən necə makyaj eləyirsən. Ona görə də danışacağam ki, bir gün makyaja çox yer verim. Hətta makyaj masamdakı məhsulları da göstərim sizə. Çünki mənə elə videolarda maraqlıdır. Bilmirəm, sizə nə qədər maraqlıdır. Mütləq şəkildə fikirlərinizi mənimlə bölüşün. Mənim kuryerim. Hə, qızlar, deməli kuryer suşun gətirdi, təhvil verdi. Sağ olsun Kamran. Mən çatdıra bilmədim hazır olmağa. Ona görə də Kamran düşüb götürüb gəldi tez. Belə. İndi mən demək olar ki, makyajım hazırdır. Mən son hazırlıqlarımı da eləyim. Daha sonra gedim Səbərgilə. Artıq videonu da orada davam edərik. Sağ ol. Taksini də vurduq. Gəlir. Düşüm aşağıdan da sokalım. Bir dəfəlik. Deməli, Səbər məni pəncərədə qarşılayır. Video çəkir. Gedək. Qapılar da bir boya çıxdı. Bunlar kimsə oğullarsa xəbərlər olmaz. Adil yatır Yusufay, Səbər mən öldürəcək. Qapını niyə bək bağladım? Səbəri tanımayan var Saravızda. Hə, video çəkirdin. Bilmiyorum, iyi mi oldu, kötü mü oldu? Bilsən yorumlarımın altında nə qədər var? Səbərin videolarından sizi tanıyırıq. Yaxşı ki, vlog çəkirsiniz. Axır çatdı, axır ki. Çox mənə motive edir. Baxıram ki, Vüsalda video paylaşır. Görürəm ki, sənmiş. Vüsalda video paylaşma, yine video çəkmək. Sən qara dolma gözləyirdin. Bəs kola yox idi. Eyb yoxdur. Ancaq Fanta aldım. Olmadı, bir Kamran yedi. Yox, ona görə yox. Mən səni aldatdım ki, yemək pişirməyəsən. Şapşik. Adel yat. Qızlar, bir nəfər yuxudan ayılıb. Hələ özünə gələ bilməyib. Xalaşım. Xalam. Pişt. Fıstıq. Dur ay fıstıq. Fıstıq fıstıq. Fıstıq fıstıq. Ay can, yaxşı yaxşı. Dur. Dur cecidək, dur. Dur. Hoppa. Aferin. Gəl, qalx. Qalx çaxalanın qucuna. Başımca. Hoppalaysa. Hoppalaysa. Ay Allah. Halasının gülü. Bir dənə xala demədin də. Baba, Səbuş, hər şey dedim, bir dənə xala demədim. Adiş. Evime hoş gelmişsin. Xoş gördük. Qızlar, bu arada Sənbəri tanımayanlar üçün deyim ki, Sənbər də həm YouTuber, həm də influencer kimi Instagram üzərindən fəaliyyət göstərir. Ona görə də onun videolarında məni görən qızlar videomun altına mütləq şəkildə qeyd edir ki, bəs Sənbərin videosunda sizi görmüşdük. Çox istəyirdik siz də vloglara başlayasınız, yaxşı başladınız və s. Ona görə burada belə söhbətlər gedir. Ay Allah, bu qız xalasını nə çox istəyir, ay Allah. Əslində o 2 dəqiqə və mən döyüb. İş gücüdür o. Ay Allah. Hadi səni sevənlərə el salla. Salam salam elə. Salam. Denən kanalıma xoş gəlmisiniz. Denən xalamın kanalına xoş gəlmisiniz. Salam salam salam. Masera onları. Öpüşat. Mua, mua.
Daha sonra Səmbəcidən çıxdım və getdim şəhərdə Crescent Mall'un yanında Kamranla görüşməyə. Bu arada taksinin içərisinə baxın, necə gözəl görünür. Belə bir ana şahid oldum. İstədim tez sizin üçün də çəkim. Artıq belədir. Hər maraqlı şeyi sizlə bölüşürəm. Kamranla bir neçə paltar mağazasını gəzsək də onları sizin üçün paylaşmadım, çünki heç nə almadım. Qızlar, deməli belə, mən şəhərdə olanda gördüm ki, Arzumda endirimlər var. Dedim bir baş çəkim görüm, bəlkə ehtiyacım olan hər hansı bir məhsul ağlıma gələr və orada qiyməti münasibdirsə alaram. Deməli, aldıqlarımı göstərim. Tək əllə eləyəcəm deyə üzr istəyirəm. O qədər də estetik video çəkə bilməyəcəm. Deməli, qızlar, 2 növdə məhsul almışam, amma ümumilikdə 4 dənə məhsul almışam. Dry Idealər 16 manatdan düşmüşdü. 8 manat 90 qəpiyə. Çox yaxşı endirimdir. Ara bir endirim olur. Olanda da stoklayıram. 3 dənə almışam. Normalda qiyməti 18 manat. Mən 10 manat 80 qəpiyə əldə elədim. Bu qədər. Ümumilikdə isə burada qiymətlər qeyd olunub. Baxa bilərsiniz. 37 manat 50 qəpiyə pul ödəmişəm. Qızlar, sizə bir xəbərim var. Mən doşab almışam, bal çıxıb. Bu meyvə boşqabının şirinliyinə baxın. Mən duş qəbul eləyənə qədər Kamran tez bunu hazırlayıb bizim üçün ki, film izləyə-izləyə yeyək. İndi biz bunu nuş eləyək. Daha sonra isə mən çay dəmləyəcəm Kamran üçün. Onu da çəkəcəm çünki fərqli çaydır. Deməli, biz axşamlar film izləyəndə belə bir top çaylarımız var. Hansı ki dadını çox sevirik. Bu yaşıl növüdür. Bunu atırıq belə qaynar suya və bir müddət sonra açılır. Tam açılandan sonra artıq dəmlənmiş sayılır. Nuş edirik. İndi açılmış versiyasını sizə çəkəcəm. Videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videonu bəyəndinizsə like etməyi, komment yazmağı və ən əsas kanalıma abunə olmağı unutmayın. Sağ olun.